Deməli, makro komandaların izahını verirəm. Makro komandaları yaratmaq üçün bir tabın daxilində makros adlı əmrdən istifadə olunur. Ümumiyyətlə, makro komandalar nədir? Tez-tez istifadə etdiyimiz əməliyyatları avtomatlaşdırmaqdır. Yəni, məsələn, siz hər dəfə Word sənədində işləyərkən müəyyən cədvəl yaradırsınız və hər dəfə eyni şeyləri doldurursunuz və ya müəyyən bəzi yazılar var, o tez-tez istifadə olunur. Yəni, biz onları avtomatlaşdıra bilərik və onu klaviatura kombinasiyası ilə sürətli formada icra edə bilərik. Məsələn, biz makros əmrinə daxil oluruq. Burada record makro adlı əmr var. Bu əmrin üzərində mouse'un sol düyməsini bir daha vururuq və makroya hər hansı bir ad veririk. Məsələn, tutaq ki, nəsə də, yəni hər hansı bir komanda adı veririk. Daha sonra və qeyd edim ki, burada ad verərkən deməli, bəzi hərflər var ki, onlar dəstəklənmir. Yəni, ə, ö, ç, ş, belə bu formada hərflər yazmaq olmaz. Yəni, sırf latın əlifbasının o 26 hərfi ilə simvollardan istifadə etmək lazımdır. Keyboard adlı hissəyə daxil oluruq. Belə bir pəncərə açılır və tutaq ki, məsəl üçün Ctrl 8 düyməsini sıxıram və yaradacağım komandanın belə deyək, qısa yolunun Ctrl 8 olmasını istəyirəm. Assign düyməsinə vururam və qeydiyyatdan keçirəm, close-u vururam və belə bir smiley-ə bənzər bir göstərici göstərir. Bu deməkdir ki, hal-hazırda makro komanda yəni aktivdir. Yəni, burada artıq nə iş görsəniz, onu yadda saxlayacaq. Məsəl üçün, mən burada yazıram ki, məsələn, Azərbaycan Respublikasının məsəl üçün Təhsil Nazirliyi. Bunu görəndən sonra tutaq ki, mən bunu qanun eləmək istəyirəm. Bu zaman bunu mouse'la belə seçib apara bilmirəm, yəni bu rejimdə. Bunu yadda saxlamaq lazımdır. Bunun üçün shift düyməsindən istifadə edəcəm. Yəni klaviaturada shift düyməsini basıb saxlayırsınız və idarə etmə oxlarını basmaq lazımdır. Yəni bunlar sol, aşağı, yuxarı, sağ, yəni bu düymələrdən. Deməli, shift düyməsini basıram, sol düyməni basıb saxlayıram və bu formada apararam. Daha sonra home tabına daxil olub bunu qanun eləyirəm və məsəl üçün kursiv eləyirəm. Neysə, mən bu indi artıq işi yekunlaşdırmaq istəyirəm. Stop əmrini sıxıram və bundan sonra gəlin kursoru başqa bir yerə təyin edək. Klaviaturadan Ctrl 8 kombinasiyasını icra eləsəm, avtomatik olaraq sənədə əlavə olunacaq. Yəni, hansı işləri gördüksə, onları yadda saxlayır və qısa yolla biz sənədə bu formada əlavə edə bilirik, sürətli formada və təbii ki, hər dəfə bu ifadəni yazmamaq üçün. Eləcə də makros əmri üzərində mouse sol düyməsini vurandan sonra açılan pəncərədə, məsələn, belə komanda seçim üzərində də mouse sol düyməsini 2 dəfə vursaq, bu formada da əlavə eləmək olar və ya məsələn, komanda seçimi aktivdir, buradan run düyməsini sıxaraq da əlavə etmək mümkündür və biz komandalarda silmək istəyiriksə, buradan seçib delete düyməsini sıxırıq, silindir. Məsələn, bunları da silmək istəyirəm. Və silmək də budur. Yəni, buradan həm baxmaq olur, həm də silmək olur. Yaratmaq təbii ki, buradan da yaratmaq mümkündür. Və təbii ki, record makro əmri ilə də. Və ya, məsələn, gəlin başqa bir iş görək. Record makro əmrinə sıxıram. Tutaq ki, yenə hər hansı bir ad verirəm. Məsəl üçün, elə makro adını verdim. Keyboardı sıxıram. Tutaq ki, mən istəyirəm, məsələn, qısa yol məsəl üçün Ctrl 6 olsun. Assign düyməsini sıxıram, qeydiyyatdan keçirəm, close düyməsini sıxıram. Tutaq ki, gələm hər hansı bir cədvəl yaradıram. Burada yazıram ad, tutaq ki, soyad və idarə etmə oxları ilə yəni keçirəndə, yəni sağ-sol düymələri ilə tutaq ki, adı və bu rejimdə yazarkən çalışmaq lazımdır ki, düzgün yazmaq lazımdır, yəni səhv eləmək olmaz, çünki onu belə yadda saxlayır. Tutaq ki, məsəl üçün, yaş, işə girmə tarixi. Çünki bəzən səhv yazanda doğru işləyə bilmir bu əmir. Deməli, shift düyməsini basıb saxlayıb, sol idarə etmə oxla bunları seçdim. Çünki mouse'un belə seçmək olmur bu rejimdə. Tutaq ki, mən bunları qalın eləyirəm, orta eləyirəm, məsəl üçün qırmızı rəng eləyirəm. Və deməli, girirəm təzədən makrosun alt əmrinə, stop düyməsini sıxıram. Daha sonra klaviaturadan Ctrl 6 kombinasiyasını icra etdikdə gördüyünüz kimi əlavə olundu. Lakin burada
mətni qırmızı rəng eləmədi. Yəni bəzi formatları dəstəkləməyə də bilər. Həmçinin yəni yazanda da düzgün yazmaq lazımdır. Yəni bəzən yəni doğru yazmayanda ifadələri tez-tez yazanda silib neysə yenidən yazanda bəzən hətta kombinasiya icra etdikdə hətta kiçik dialoq pəncərə də gəlir. Yəni deyir ki, yəni dəstəklənmir. Yəni ona görə bu əmri icra etdikdə diqqətli olmaq lazımdır. Deməli gəlin bu komandanı silək və gəlin tapşırığa uyğun həll etməyə çalışaq. Deməli birinci tapşırığımızda deməli variantlar komandası var. Bunu yığmaq lazımdır və burada da bizə məlumat verilib 3 probel qoyub variantları alt-alta yazmaq. İlk növbədə home tabına daxil olub time 0-12 qoymaq lazımdır və deyir ki 3 probel qoyub variantları alt-alta yazmaq. Təbii ki view tabına daxil oluruq. Burada makro səmtinə sıxırıq. Record makro və deməli makronun adı nə olacaq? Variantlar burada yazılıb. Variantlar yazıram. Keyboard olan hissəyə daxil oluram və bunun da qısa yolu nə olacaq? Ctrl-1. Ona görə burada klaviaturadan Ctrl və bir düyməsini sıxmaq lazımdır və daha sonra S-sign əmrinə vurub qeydiyyatdan keçirmək lazımdır və deyir ki 3 probel qoyub variantları alt-alta yazmaq. Yəni probel nədir? Buradakı bu uzun düymədir, yəni boşluq vermək üçün olan bir düymədir. 3 dənə probel qoyuram. 3 dənə probel qoyandan sonra və başlayıram yazmağa, yəni buradakı yazıları yazmağa. Shift-lə A-nı basıram, böyük formada yazıram, sonra mötərizə verirəm, sonra mütləq boşluq düyməsini vururam, sonra enter düyməsini sıxıram, yenə 3 dənə boşluq, B yazıram, sonra yenə boşluq, enter düyməsini sıxıram, 3 dənə probel, C yazıram, yenə boşluq, enter, yenə 3 dənə probel, D yazıram, boşluq, enter, yenə 3 dənə probel, Y yazıram, boşluq və bunları eləyəndən sonra kontrollarını basırsınız. Abzas boşluq məsafələrini məhv eləmək üçün deməli paragraf adlı, yəni abzas adlı lent qrupunun qarşısında yəni bu düyməyə vurursunuz və buradan göstəriciləri sıfır eləyib deməli kiçik üst buzaqlarla yəni göstəriciləri sıfır eləyib daha sonra bura tik işarəsi qoyursunuz və OK düyməsini sıxırsınız və bundan sonra gedirəm buradan stopu basıram və indi yoxlayaq. Klaviaturadan Ctrl-1-i vurduqda avtomatik olaraq bizə bunları verdi. Gördüyünüz kimi. Və digər tapşırığa nəzər salaq. Deməli, ikinci tapşırıqda gəlin bunları silək. Deməli, dırnaq komandası olacaq. Deməli, yenə daxil oluram. Record makroya vururam. Və burada yazıram dırnaq. Çünki biz dedik ki, bəzi simvollar dəstəklənmir. Yəni, Ö, Ə, Ö, C, belə hərflər yazmaq olmaz burada. Dırnaq yazdıq və keyboard olan hissəyə vururuq. Makron qısa yolu Ctrl-2-dir, ona görə biz də klaviaturadan Ctrl və yəni buradan da göstərim Ctrl və 2 düyməsini bir yerdə icra edirik. Daha sonra assign deyib qeydiyyatdan keçiririk bu qısa yolu və başlayırıq deməli bu yazını yazmağa. Burada yazıb ki Azərbaycan dili yazı registrində. İndi hal-hazırda yazı registri Azərbaycan dilidir. Shift 2 kombinasiyası ilə dırnaq işarələrini qoymaq. Deməli dırnaq işarəsini açıram və dırnaq işarəsini bağlayıram. Gəlin bu miqyası da artırım, açıq aydın görə bilərsiniz. Yəni Shift 2-ni vurdum, dırnağı açdım və dırnağı bağladım və sadəcə view-yə daxil olub makrosdan bunu stop etmək lazımdır və Ctrl-2 düyməsini sıxıram. Gördüyünüz kimi dırnaq komandası icra olundu və məsələn sola çəkib hər hansı bir yazı yaza bilərəm. Yəni bu bizə yazıda yəni daha sürətli yazmamıza səbəb olacaq. Yəni hər dəfə Shift 2-ni 2 dəfə vurmadansa sadəcə Ctrl-2-ni vurub dırnağı gətirib mətnimizi yazıb bu formada davam edə bilərik. Deməli, üçüncü tapşırığımız mötərizə komandasıdır. Yenə view tabına daxil oluruq. Makros, record makro. Daha sonra görürük ki, makro adı nədir? Moterizədir. Yəni, Ö hərfi yazmaq olmaz və ya Ə hərfi yazmaq olmaz. Çünki dəstəkləməyəcək. Keyboard, daha sonra qısa yolu Ctrl-3-dür. Klaviaturadan Ctrl-3-ü sıxırıq. Assign düyməsini sıxırıq. Daha sonra close vururuq. Və yazdım ki, klaviaturadan Shift 9, Shift 0 kombinasiyaları ilə mötərizə işarələrini qoymaq. Yəni, Shift 9 və Shift 0 düymələri ilə, yəni Shift ilə 9-u basıram, mötərizə açıldı. Shift ilə 0-ı basanda isə mötərizə bağlandı. Daxil oluram, stop deyirəm və klaviaturadan icra edirəm. Ctrl-3 gördüyünüz kimi mötərizə komandası
əmələ gəldi. Yəni bu bizə həyatda nədə lazım olacaq? Yəni hər mötərizəni açıb bağlamadan sonra Ctrl 3-ü vuracağıq. Sonra sol itarə düyməsini vurub içində yazı yazıb, daha sonra davam edəcəyik. Bu formada. Növbəti komanda transkripsiya komandasıdır. Hansı ki Ctrl 4 ilə vuranda transkripsiya yazılacaq. Bundan öncə deyim ki, yəni yazı registrini ingilis dilində çevirmək lazımdır. İngilis dilində gördüyünüz bu K hərfinin yanındakı olan düymələri icra etdikdə kursor qoyaq. Transkripsiya komandaları, daha doğrusu işarələri yazılır. Amma shiftlə icra etdikdə isə çoxluq işarələri, bu əlavə fayda üçün dedim. Deməli, makrosu daxil oluram, record makro. Daha sonra makronun adını buraya yazıram. Transkripsiya keyboard. Daha sonra kısa yol Ctrl 4'tü. Klaviaturadan Ctrl 4'ü sıxıram. Assign'a vururam. Daha sonra close və davam edirəm. Deməli, ingilis dili yazı registrində transkripsiya düymələrini sıxmaq. Yəni yalnızca bu düymələri sıxacaq. Yəni shift düyməsini sıxmaya ehtiyac yoxdur. Shift düyməsini basanda çoxluq işarəsi burada yazılır. Ona görə təkcə bunların özlərini icra edəcəm. Yəni transkripsiyanı açacağam və bağlayacağam. Daha sonra view'ya daxil olub buradan stop edirik və gəlin yoxlayaq. Ctrl-la 4'ü sıxıram. Gördüyünüz kimi avtomatik yazıldı bu formada. Və davam edirik növbəti 5-ci tapşırığımız cədvəl komandasıdır. Deməli, yenə view tabına daxil oluruq. Record makro. Makromuzun adı cədvəl olacaq. Cədvəl yazdıq. Keyboard və daha sonra qısa yol Ctrl 5'dir. Ctrl-la 5'i sıxırıq. Assign icra edib close düyməsini vururuq və yazdım ki, burada 6 sütun və 7 sətirdən ibarət cədvəl yaratmaq. Cədvəl başlıqlarını qalın etmək və mərkəzləşdirmək. Deməli, 6-nın 7-yə table əmrinə girəm. Table əmrinə girdikdən sonra belə deyək, insert table-a sıxıram və burada 6 deməli sütun, 7 sətir, OK düyməsini sıxıram. Gəlin bu miqyası kisildək ki, tam görsənsin. Daha sonra burada deməli başlayıram yazmağa, amma yazdıqda diqqətli olmaq lazımdır. Yazı dilini dəyişib Azərbaycan dili qoyuram və başlayıram, ad yazıram, tab düyməsini sıxıb, soyad yazıram, tab düyməsini sıxıram, ata adı yazıram. Yazdıqda diqqətli olmaq lazımdır, çünki yanlış yazdıqda makro işləmir. Cins yazıram, tab düyməsini sıxıram, yaş yazıram və sizə də tab düyməsini basıqda, yəni ehtiyatla basın, yəni çaşıb caps lock düyməsini icra etməyin və peşə sözünü yazıram. Daha sonra buradan da göstərim. Təbii ki, biz bunları seçmək lazımdır. Biz bunu seçə bilmirik belə. Yəni etməyə çalışsaq görəcəksiniz ki, olmur bu. Shift düyməsini basıram və sol idarə, yəni bu düyməni sıxıram. Bunları bu formada seçirəm. Home tabına daxil olub qalın edirəm və mərkəzə çəkirəm. Və bundan sonra view'ya daxil olub makrosdan bunu stop edirəm. Gəlin yoxlayaq. Klaviaturadan Ctrl 5'i icra etdikdə gördüyünüz kimi icra olundu. Yəni bu kimi işləri makro komanda ilə icra etdikdə hər dəfə belə cədvəlləri yaratmaq yəni əziyyət olmur. Yəni bir dəfə qısa yolu icra edərək əlavə edirsiniz, sonra müvafiq yazıları doldurursunuz buraya.